The arrangement of the Quran Quranın tərtib olunma şəkli müsəlmanların onun yalnız və yalnız Allah tərəfindən göndərilə biləcəyinə inanmasının səbəblərindən biridir. Quranın bu tərtibatı ilə bağlı müasir tədqiqatlarda Quranın halqa kompozisiyası adlanan möcüzəvi bir tərtibata malik olduğunu aşkar etmişdir. Bu tərtibatı nümayiş etdirmək üçün Quranın 2-ci surəsi olan Bəqərə, İnək surəsini təhlil edək. Bu surə ümumilikdə 286 ayədən ibarətdir və ihtiva etdiyi mövzulara əsasən 9 qrupa bölünə bilər. Birinci qrup, ayələr iman və küfrdən bəhs edir. Bu da sonuncu qrupun mövzusunun güzgü kimi əks olunmasıdır. İkinci qrup Allahın yaratması və Allahın elmi mövzularını əhatə edir. Bu da sondan ikinci qrupun mövzusunun güzgü kimi əks olunmasıdır. Üçüncü qrup İsrail oğullarına qanunlar göndərilməsindən bəhs edir və bu 7-ci qrupda müsəlmanlara qanunlar göndərilməsi ilə uyğunluq təşkil edir. Dördüncü qrup İbrahimin keçdiyi sınaqlardan bəhs edir və bu 6-cı qrupda müsəlmanların keçdiyi sınaqlar ilə uyğunluq təşkil edir. Mərkəzdəki qrup olan 5-ci qrup isə bütün surənin əsas mövzusundan, müsəlmanların namaz qılarkən üz tutduqları istiqamətin dəyişdirilməsindən bəhs edir. Beləliklə, sizi insanlara şahid olasınız və Peyğəmbər də sizə şahid olsun deyə orta, mötədil bir ümmət etdik. Sənin yönəldiyin qibləni, Kəbəni yalnız ona görə təyin etdik ki, Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir. Bu hadisə, yəni qiblənin Qüdsdən Məkkəyə dəyişdirilməsi iman edənlər üçün böyük bir sınaq idi. Bu önəmli hadisə məhz surənin tam mərkəzində, 143-cü ayədə qeyd olunur. Bundan əlavə, həmin ayədə orta sözü də keçir. Bu 9 qrup birlikdə böyük bir halqa kompozisiyasını formalaşdırmış olur. Halqa kompozisiyasını dairə kimi təsəvvür edə bilərsiniz. Əsas mənası da dairənin mərkəzində yerləşir. Bu quruluşda güzgü effektinin olduğunu siz də görə bilərsiniz. Birinci yarıda nə qeyd olunursa, ikinci yarıda da həmin mövzular əks olunur. Bu prinsip biraz da dərinləşdirilə bilər. Məsələn, bu 9 qrupun hər biri öz daxilində də halqa tərtibatına sahibdir. Yəni, halqa içində halqa. Məsələn, 8-ci qrup, Allahın yaratması və elmi mövzusunu əhatə edən qrupun başlanğıcı və sonu eyni mövzudan, sədəqə verməkdən bəhs edir. Mərkəzdə isə Allahın qüdrəti və elmi mövzusu yerləşir. Daha dərinə gedək. Bu 6 halqa da öz daxilində başqa bir halqa ehtiva edir. Məsələn, Ayət-el Kürsüdə, Taxt ayəsi bu şəkildə tərtib olunmuşdur. Bəqərə surəsində olduğu kimi, bu ayə də əhatə etdiyi mövzulara görə 9 qrupa bölünə bilər. Birinci və 9-cu qrup Allahın isim və sifətlərindən bəhs edir. İkinci və 8-ci qrup hər ikisi Allahın heç vaxt yorulmayacağını deyir. Üçüncü və 7-ci qrup Allahın yerdə və göylərdə hər şeyin sahib olduğunu deyir. Dördüncü və 6-cı qruplarda Allahın hər şeyin idarəsini əlində tutduğu və bizim tamamilə ondan asılı olduğumuz vurğulanır. Fikir verin, mərkəzdə olan 5-ci qrupda həm əvvəl, həm də sonra sözləri istifadə olunur. Bu da halqa kompozisiyasına işarə edən ayrı bir nüans ola bilər. Bunu qeyd etmək lazımdır ki, bu ayənin həm özündə halqa kompozisiyası vardır, həm də bu ayə özü iki böyük halqa kompozisiyasının tərkib hissəsidir. Görürük ki, Quranın bu surəsi möhtəşəm bir şəkildə tərtib olunmuşdur. Halqa kompozisiyasının prinsiplərinə dəqiq bir şəkildə riayət olunmuşdur. İlahi işarə. Quranın bu cür möhtəşəm şəkildə tərtib olunması, xüsusilə də ayələrin vəhy olunma vaxtlarını nəzərə aldığımız zaman daha da heyrətamiz bir fakt olur. Məsələn, bir ev tikmə prosesini düşünün. Təsəvvür edin ki, ev tikmək istəyirsiniz. Ev tikmək üçün əvvəlcədən bütün materialları toplamadan, onları hansı ardıcıllıqla gələcəyini bilmədən, dizayn planı olmadan tikintiyə başlayırsınız. Materiallar gəldikcə bir-birinin üzərinə yığmağa, tikməyə davam edirsiniz. Dizayn planına uyğun bir şəkildə nəyi necə edəcəyinizi bilərək tikdiyiniz evlə müqayisədə, bu xaotik yanaşma ilə tikdiyiniz evin yaxşı bir ev olma ehtimalı nə qədərdir? Xaotik yanaşaraq tikdiyiniz evdə hər bir şey təsadüf, plansız bir şəkildə yerinə qoyulmuşdur. Pis görünüşdə, istənilən zaman dağılmaq ehtimalı olan bir ev ortaya çıxacaq. Bu cür xaotik yanaşma nəticəsində gözəl bir ev tikmək çox çətin, hətta mümkün deyil. Quranın tərtibatında da eynilə belə bir şey görürük. Bizim örnəyimizdə evi tikən Muhammed Peyğəmbərdir, sallallahu aleyhi və səlləm. Tikməli olduğu ev də Qurandır. Bu evin otaqları, tikilməsi üçün gərəkli materiallar da surələr və ayələrdir. Bu Quranın tərtibatı, dizayn ilə bağlı Peyğəmbərin heç bir planı ola bilməzdi. Çünki ayələrin nazil olma səbəbi Peyğəmbərdən asılı olmayan hadisələr olmuşdur. Məsələn, iman edənlər hər hansısa bir məsələni öyrənmək üçün onun yanına gəlir və ona sual verirdilər. Və ya onun düşmənləri ona meydan oxuyurdu. Bütün bunlara onun verməli olduğu cavablar vəhy şəklində ona bildirilirdi.
Başına gələcək hadisələri bilmədən Muhammed sallallahu aleyhi və səlləm bu hadisələrlə bağlı enən ayələri necə planlaşdıra bilərdi? Halbuki, bu tərtibata baxıldığı zaman bunun öncədən planlaşdırılmış olmasının zəruriliyi göz qabağındadır. Ancaq bunu Muhammedin sallallahu aleyhi və səlləm etməsi mümkün deyildi. Çünki ayələrin enməsinin səbəbi olan hadisələr ondan asılı deyildi. Bu göstərir ki, Quranın əsl müəllifi gələcəyi təxmin edə bilən biridir. Qeyb bilgisinə sahib olmaq yaradanın keyfiyyətlərindəndir, insanların yox. Bəzi tənqidçilər qeyd edə bilər ki, Qurandan əvvəl mövcud olan kitablarda da belə tərtibatlar var və buna görə də bunu Quranın ilahi bir kitab olmasının sübutu kimi istifadə etmək olmaz. Lakin Quran-ı-Kərimi digər kitablarla müqayisə etmək, gecə ilə gündüzü müqayisə etmək kimidir. Hansı ki, bunun da bir çox səbəbi var. Birincisi, Muhammed sallallahu aleyhi və səlləm şair deyildi və heç bir ədəbi nüfuza sahib deyildi. O, yaşadığı dövrün bir çox insanı kimi oxuyub yazmağı bacarmırdı. İkincisi, çoxları Qurandakı ayələrin ardıcıl olduğunu düşünür. Yəni, birinci enən ayə kitabın birinci, sonuncu enən ayə də kitabın sonuncu ayəsidir. Çünki digər kitablar əslində bu cür yazılır. Başlanğıcdan sona kimi məntiqi ardıcılıq olur. Amma Quranın tərtib edilməsi hər hansısa bir kitaba bənzəmir. Quranın Əl-Bəqərə surəsi ilk ayə ilə başlayıb, sonra ikinci, üçüncü və s. olaraq davam etməmişdir. Əksinə, onun ayələri zaman-zaman müxtəlif illər ərzində digər surələrdə olan ayələrlə bağlantı təşkil edərək nazil olmuşdur. Quranın halqa kompozisiyasında olan bu qeyri-adi tərtibatı onu ənənəvi kitablarla müqayisədə daha mürəkkəb bir kitab edir. Üçüncüsü, ənənəvi kitablar çox mərhələli redaktiya prosesindən keçir və bu da müəllifə mətni tədricən təkmilləşdirmək imkanı verir. Lakin Quran heç bir redaktiya prosesindən keçməmişdir. Muhammed sallallahu aleyhi və səlləm ona gələn ayələri nazil olduğu anda müvafiq şəkildə təyin etdiyi yerdə yerləşdirərdi. Yəni bir ayə gələndə əvvəlki ayələri nəzərdən keçirib halqa strukturunu tərtib etmək üçün onları düzəltməyə, yerlərini dəyişməyə çalışmazdı. Əksinə hər yeni ayə dərhal yerinə yerləşdirilərək sabitləşdirilirdi. Ayələrin yeri sabit olmuşdur. Tarixi faktlara da baxsaq, hər hansısa bir ayənin yerinin dəyişdirilməsi ilə tək bir örnək belə tapa bilmərik. Dördüncüsü, ənənəvi kitablarda halqa tərtibatı yaratmaq çox daha asan olardı. Çünki müəllif mətnin üzərində tam nəzarətə sahibdir və əvvəlcədən struktur hazırlamağa, planlama etməyə imkanı vardır. Ancaq daha əvvəl qeyd edildiyi kimi, Quranın məzmunu hadisələrə bağlı idi və Muhammed sallallahu aleyhi və səlləm bu hadisələrə görə əvvəlcədən bir struktur hazırlaya bilməzdi. Beşincisi, Quran şifahi şəkildə endirilmişdir, yazılı olaraq yox. Yazılı kitablarla strukturu hazırlamaq daha asandır. Çünki əvvəlki yazılara tez və rahat bir şəkildə baxmaq mümkündür. Amma Quran kimi şifahi bir mətndə Muhammed sallallahu aleyhi və səlləm əvvəlki ayələri xatırlamaq üçün yalnız yaddaşına güvənməli idi. Bu isə çox daha böyük bir çətinlik deməkdir. Bütün bu faktlara baxdığımız zaman Quranda qarışıqlıqların, təzadların, uyğunsuzluqların olmasını gözləməliyik. Lakin Quran bütün bunlara baxmayaraq mükəmməl bir struktura sahibdir. Quranın endirilmə şəraiti və onun dəqiqliyi, ehtiva etdiyi harmoniya, onun ilahi bir qaynaqdan gəldiyini göstərən ən güclü sübutlardandır. Yoldaşınız Muhammed nə haqq yoldan çıxmış, nə də azmışdır. O, öz istəyinə görə danışmır. O, Quran yalnız ona göndərilən bir vəhdir. Onu öyrədən qüdrətli biridir.